Bugün danışacağıq OAuth Authorization Framework haqqında. Bu framework nədir? Niyə bu qədər vacibdir? Ümumiyyətlə, developersənsə, backend, frontend, mobile fərq eləmir. Karyeranın bir yerində bu konsepti öyrənməyə məcbur olursan. Çünki işlətdiyin bir çox toollar, SDK-lər, librarylər arxada bu məntiqi istifadə edir. Bu harda istifadə olunur? Ən sadə halda desək, single sign-on, məsələn, Google-dan, Facebook-dan hər hansısa bir veb-saytlara login olursunuz. Arxada OAuth Authorization Framework istifadə olunur. Təbii ki, sadəcə single sign-on ibarət deyil. Çox fərqli-fərqli metodları var, fərqli-fərqli konseptləri var. İzah edəcəm onları birazdan. Bu framework öyrənməyin ən çətin tərəflərindən biri odur ki, internetə girirsiniz, fərqli-fərqli çoxlu resurslar var. Və hər resurs da özündən əvvəlki resursu pisləyir və daha yaxşı formada çalışır ki, izah eləsin. Amma terminologiya çox olduğuna görə ilk başda başa düşmək çox çətin olur. İndi bu gün o terminologiyaların hər birini sizə ən sadə şəkildə izah edəcəm. Ən sadə halda bu bir authorization frameworkdur və əsas məqsədi odur ki, sən pasportunu bölüşmədən digər veb-saytlarla onlara icazə verəsən ki, sənin hər hansısa bir məlumatını oxuya bilsinlər və yaxud da nəsə dəyişə bilsinlər və s. Və ilkin yaranma məqsədi delegated authorization'dır, yəni digər applərə, digər servislərə permissionların, skopların verilməyidir. Permission dediyimiz odur ki, adam nəyi elə bilsin, nəyi eləyə bilməsin. Scope dediyimiz də odur ki, adam məsələn, deyək ki, Google example-unda mənim kontaktlarımı mı görə bilsin, yoxsa şəkillərimi mi görə bilsin və s. İlk növbədə authorization üçün yaradılsa da, daha sonradan artıq authentication üçün istifadə olunmağa da başlayıb. Bunu birazdan daha detallı şəkildə izah edəcəm. Biz yeni bir veb sayta giriş edəndə ilk öncə orada hesab yaratmalıyıq. Daha sonra bu pasportları yadda saxlamalıyıq. Daha sonra bu veb sayt nə qədər güvənlidir bilmirik. Öz məlumatlarımızı bölüşürük o veb saytla. Bu kimi problemləri aradan qaldırmaq üçün biz OAuth Authorization Framework istifadə edirik. Gəlin indi baxaq görək bunun nə kimi use case-ləri var. Birinci use case-i dediyim kimi sign in olursan Facebook-la, Google-la, GitHub-la və s. Daha sonra hər bir developerin bildiyi GitHub Copilot extension-ı, hansı ki VS kodumuzun içərisində işləyir və bu extension accessimiz olması üçün biz nə edirik? GitHub vasitəsilə login oluruq. GitHub vasitəsilə login olandan sonra biz artıq VS kodun içərisində GitHub Copilot istifadə edə bilirik. Başqa bir example, məsələn, bizim hər hansısa bir fitness appimiz Apple Health-dən bizim gündəlik atdığımız addımların sayını, ürək döyüntülərini və s. bu kimi analitik məlumatlar almaq istəyir. Bu zamanda arxada istifadə olunan məntiq eynidir. Smart TV-də, YouTube və ya Netflix-i qeydiyyata salanda da istifadə etdiyimiz məntiq OAuth-dur. Arxada bu işləyir. Əlavə olaraq da third party application-da icazələrin verilməyində istifadə olunur və s. Use case-ləri çoxdur. Mən burada bir neçə bilinən use case-lərini yazmışam ki, texnik olmayan adamlar da başa düşsünlər bunu. Gəlin başlayaq basic terminologiyadan. Ən sadəsi client application-dır. Bu hansı ki, sənin məlumatını əldə etməyə çalışan həmin o app-dir. Daha sonra resource owner-dir, bu bizi, hansı ki, o datanın sahibi. Daha sonra resource server var. Harda ki, bizim məlumatımız var, harda ki, bu məlumatı əldə etmək üçün bizim API-larımız yerləşir. Daha sonra authorization server var. Authorization serverdə həmin bu resource serverin güvəndiyi serverdir. Düşün ki, sənin API-ların resource serverdədir və bu API-lərə aksesinin olması üçün sən ilk növbədə gedib authorization serverdən icazə almalısın. Ən sadə formada desək. Authorization server bütün o permission məsələlərin, login məsələlərin hamısını əldə edir. Authorization server və resource server çox vaxt eyni server ola bilir. Yəni bu halda mümkündür. Bizə növbət terminologiyaya 3 əsas token var bilməli olduğumuz. Access token, ID token və refresh token. Bunları ən sadə formada birinci sizə bir analogiya ilə izah edəcəm. Daha sonra biraz texniki hissəyə keçəcəm. Məsələn, access tokeni otağın açarı kimi düşünə bilərsiniz. Yəni o sənə icazə verir ki, sən girəsən, oradakı hər hansı bir resursu istifadə edəsən. Daha sonra ID tokeni sənin ID kartın kimi istifadə etmək olar, hansı ki, sənin haqqında məlumatları saxlayır. Access token istifadə olunur API çağıra bilmək üçün, access üçün. Amma ID token istifadə olunur user haqqında məlumatlar əldə etmək üçün. Yəni ona görə sən onu özün ID kartın kimi qəbul edə bilərsən. Refresh token nədir? Refresh token də access tokenin vaxtı bitəndə onu yeniləmək üçün istifadə olunan tokendir. Deməli, access tokeni biz otağın açarı kimi qəbul edə bilərik. ID tokeni bizim ID kartımız kimi, refresh tokeni də həmin açarı dəyişmək kimi. Çünki refresh tokeni olmasa sən access tokenini yeniləyə bilmirsən. Gərək hər dəfə logout olasan. Gəlin digər terminlərlə tanış olaq. Məsələn, bunlardan biri authorization grantdır. Bu temporary bir koddur.
və bu təsdiqləyir ki, user açılan pop-upda həqiqətən icazə ver butonuna basıb. Daha sonra redirect URL var. Bu nədir? Bu da odur ki, əgər hər şey uğurla baş versə, ən axırda sənin platformanda hansı linkə yönləndirsin. Redirect URL budur. Scope dediyimiz nədir? Scope dediyimiz odur ki, sən konkret application hansı hissəsinə icazə verirsən. Ona scope deyirik. Məsələn, profilə icazə verirsən, kontakta, şəkillərə və s. Consent dediyimiz nədir? Consent dediyimiz də həmin açılan pəncərədir ki, orada səndən soruşur, icazə verirsən yoxsa yox. İcazə verə basanda sən orada temporary kod əldə edirsən, authorization grant və həmin açılan pəncərəyə biz deyirik consent. Daha sonra implicit flow var, onu birazdan izah edəcəm daha dərindən. Daha sonra OpenID Connect var, bu da çox mühüm anlayışlardan biridir və authentication həll etmək üçün o ATO-nun üzərində qurulmuş ekstra bir layerdir. Pixi var, Pixi də ekstra security layerdir, o da o ATO-nun üzərində qurulmuş bir extensiondir. Daha sonra front channel, back channel, bunların hər birini izah edəcəm. Əsas toxunacağımız terminlər bunlardır. Gəlin də öyrəndiyimiz terminləri ən sadə bir qrafikin üzərində görməyə çalışaq. Deməli, düşünək ki, yet.com deyə bir veb saytımız var və bu veb sayt Google-dan connect olmağa çalışır. Bu bizim klientımızdır. Həmin vaxt nə baş verir? Request gedir bizim authorization serverə. Authorization server qarşımıza belə bir pop-up çıxardır və bu pop-up'ın nəticəsində biz hə və yox seçməyimiz əsasında access token əldə edirik və həmin access tokenlə də gedib resource serverdən həmin o məlumatları nə istəyiriksə onu çəkə bilirik. Məsələn, deyək ki, burada bizim kontaktları əldə etmək istədiyimiz bir API var və həmin access token vasitəsilə biz gedib bu kontaktları əldə edirik. Sadə formada məntiqi budur. İki əsas grant type'ımız var. Bir authorization code, bir də implicit. Bunların hərəsini tək-tək izah edəcəm.